Son illər ərzində biz statistikaya baxanda deyə bilərik ki, həqiqi mənada insanlar muzeylərə daha çox gəlməyə başlayır. Və ilk növbədə mən təbii ki, Milli İncəsənət Muzeyindən danışmaq istəyərdim. Bizim statistikamızdan 2023-cü ili biz 12500 nəfərlə yekunlaşdırdıq. Bu çox azdır, təbii ki, belə böyük muzey üçün. Və 24-cü ildə bizdə artıq 25000 nəfərə yaxın ziyarətçi olub. Bu il hələ ki qurtarmayıb, amma statistikaya əsasən 38 mindən artıq ziyarətçi artıq var bizim muzeyimizdə. Onu da qeyd edeyim ki, bu il Beynəlxalq Muzeylər Günündə, Açıq Qapı Günündə biz rekord vurduq. Bizdə 7000 nəfər bizim muzeyimizi ziyarət elədi və bu ziyarətçilər qismində yerli insanlar daha çox olmuşdu və onu da qeyd edeyim ki, cavanlar, yəni bu çox vacibdir və biz belə fikirləşirik ki, cavanlar muzeyə gəlirlərsə, öz asudə vaxtlarını muzeylərdə keçirdirlərsə, onda həqiqi mənada bizim gələcəyimiz yaxşı bir əllərdədir. Yəni gələcəyimiz parlaq olacaq. Ona görə ki, muzeylərdə həqiqi mənada onlar həm zövqlərini, həm dünya görüşünü genişləndirirlər.